bir növ onlara müraciət xitab şəklində hazırlanıb. Bilirik ki, əmək bazarı həmişə burulğanlıdır, turbulanslıdır. Hər zaman əmək bazarında müəyyən problemlər olur. İşçilərlə işə götürənlər arasında müxtəlif münaqişələr yaranır. Obyektiv və subyektiv səbəblərdən. Və mən bu müraciəti, bu video materialı niyə hazırlamışam? Qısaca onun səbəblərini deyim. Son aylar ərzində, təqribən 7-8 ay ərzində mənə bir neçə nəfər tanış, dost və yaxud keçmiş həmkar və s. müraciət eləyibdi. Və mən hüquqşünas olduğum üçün çalışıblar, məndən xahiş eləyib.